Bahar Enerji Əməliyyat Şirkətinin yeni inkişaf və transformasiya mərhələsi Bahar Fest ilə qeyd olundu. Bahar Enerji Əməliyyat Şirkətində keçirilən Bahar Fest festivalı müəssisənin yenilənmə və transformasiya prosesini yalnız istehsalat göstəriciləri ilə deyil, həm də komanda ruhu və korporativ dəyərlər prizmasından nümayiş etdirdi. Festivalın rəsmi hissəsində Bahar Enerji Əməliyyat Şirkətində həyata keçirilən transformasiya prosesləri, istehsalat əməliyyatları, texnoloji yanaşmalar və əməkdaşların rifahına yönəlmiş təşəbbüslər təqdim olundu. SOCAR-ın vitse-prezidenti Babək Hüseynov və Ziba Mustafayevanın, Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin çıxışlarından sonra əməkdaşların mükafatlandırılması həyata keçirildi. Daha sonra tədbir maraqlı, interaktiv fəaliyyətlər, musiqi proqramları və komanda ruhunu gücləndirən müxtəlif oyunlarla davam etdi. Bahar Enerji Əməliyyat Şirkəti SOCAR-ın dayanıqlı inkişaf və əməliyyat mükəmməlliyi strategiyasına uyğun olaraq səmərəlilik, insan kapitalının inkişafı və korporativ mədəniyyət üzrə yenilənmə prosesini uğurla davam etdirir. Bahar Fest bu transformasiyanın ruhunu əks etdirən, birlik və inkişafı bir araya gətirən xüsusi bir gün kimi yadda qaldı.